İlahi xanım, xoş gördük sizi, xoş gəlmisiniz. Ümumiyyətlə 2026-cı il üçün monitorinq belə deyək də çərçivəsinin yenilənməsinin əsas səbəbi nə idi? Bildiyimiz kimi Azərbaycan Respublikası Təhsil İnstitutu 2022-ci ildən 4-cü siniflərdə monitorinqlər həyata keçirilir. Monitorinqlər hər hansı bir çərçivə sənədə əsaslanmalıdır ki, bu çərçivə sənəd əsasında şəffaflıq, etibarlılıq, şagirdlərin düzgün istiqamətlənməsi, hansı bacarıqlara yiyələnməsi müəyyən olunmalıdır. Və ilk dəfə çərçivə sənəd elə Təhsil İnstitutu tərəfindən 22-ci ildə hazırlanmışdır. Çərçivə sənədinin hazırlanmasında əsas diqqət beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədlərinə yönəlmişdir. Və 2026-cı ildə çərçivə sənəddə daha dərindən səriştələrin ölçülməsi, daha yeni yanaşmaların müəyyən olunması üçün Avstraliyanın Təhsil Tədqiqatları Şurasının beynəlxalq ekspertlərindən birgə, onların dəstəyi ilə yeni çərçivə sənəd ərsəyə gəldi. Bu ilin monitorinq modeli əvvəlki illərlə müqayisədə hansı fərqləri ehtiva edir? Çərçivə sənəd əslində yenə də özündə 4-cü və 6-cı siniflər üzrə sualların sayında elə bir dəyişiklik olmayıbdır. Belə ki, əvvəlki illərdə də 4-cü siniflərdə tədris dilindən oxuyub anlamanı ölçən 30 sual, riyaziyyatdan isə 30 sual olmaqla ümumilikdə 60 sual təqdim olunurdu şagirdlərə. 6-cı siniflərdə isə oxuyub anlamanı ölçən 25 sual, 25 riyaziyyatdan və 25 təbiət fənni üzrə suallar təqdim olunurdu. Sual sayında heç bir dəyişiklik yoxdur. Sadəcə sualların formatında və təqdim olunmasında müəyyən fərqlər var. Belə ki, 4-cü siniflərdə əgər tədris dilindən, yəni oxuyub anlamanı ölçən 30 sualın hamısı 2 mətn üzərindən, yəni məlumat verici, yəni informativ və bədii mətn üzərindən hər birindən 15-15 olmaqla suallar qapalı olmaqla verilirdisə, hal-hazırda isə yeni çərçivə sənədinə görə suallar oxuyub anlamadan 30 sualdır, lakin bunlardan 3-ü sözləri tanıma ilə bağlı suallardır ki, şəkil üzərindən müəyyən suallar verilir, şəkil tanımaqla bağlı. Şagirdlər isə həmin suallar əsasında, qapalı suallar əsasında şəkli necə tanıdıqlarını nümayiş etdirirlər. Bununla bağlı nümunə də bir çəkmə şəkli üzərindən nümunə də çərçivə sənəddə təqdim olunubdur, bu ilki çərçivə sənəddə. Və digər yerdə qalan 27 sual isə 2 mətn üzərindən, yenə də bir bədii, bir informativ mətn üzərindən verilir. Bu, hər bir mətnə uyğun isə bu il artıq yenilik olaraq 2 açıq sual salınıbdır. Yəni, hər mətn üzrə bir açıq sual. Açıq suallar əsasən sual oluna bilər ki, nə üçün birdən-birə açıq yazılı suallara keçirilibdir? Biz əvvəlki illərdə ancaq qapalı suallarla ölçürdük və şagirdlərin əsasən münasibət bildirmə, yazılı cavablarla münasibət bildirmə bacarıqlarını da ölçmək üçün artıq yazılı suallara keçid etmək lazımdır və yeni çərçivə sənəd də bunu özündə ehtiva edir. Ancaq biz bu il şagirdlərin münasibət bildirmə kimi bacarıqlarını ölçmürük. Sadəcə yavaş-yavaş keçid etmək məqsədi ilə bu il ancaq mətndə verilən hər hansı bir informasiyanı oradan tapıb aşağıda qısa olaraq onu qeyd eləməkdir. Yəni, bu il keçid biraz yumşaq keçid eləmişik. Çünki şagirdlər üçün birdən-birə münasibət ölçmə sualları ilə biz onların yazılı münasibət bildirməsini ölçsəydik, ola bilərdi ki, şagirdlər üçün yeni bir yanaşma olardı. Ona görə növbəti illərdə münasibət ölçmə suallarına ola bilər ki, keçə bilək. Bu məqsədlə də hələ hissə-hissə ancaq müəyyən bir məlumatı mətndən tapıb onu qısa şəkildə, yazılı şəkildə qeyd eləməkdir. Digər suallar isə hər 2 mətn üzərindən qapalı suallardır. Suallar burada əsasən şərh etmə, nəticə çıxarma, əlaqələndirmə və həmçinin də faktoloji bacarıqları ölçən suallardır ki, əvvəlki illərdəki kimi artıq şagirdlərin bir növ bu tip suallarla bir təcrübəsi var. 6-cı siniflərə gəldikdə isə 6-cı siniflərdə biraz format tamamilə dəyişib. Belə ki, əvvəlki ildə əgər 6-cı siniflərə yenə də 2 mətn təqdim olunurdusa, bunlardan biri informativ, digəri isə bədii və keçən ilkin dəyişikliklərdə bir də şəkil əsasında informativ mətn var idi. Bu il isə format biraz dəyişir. Şagirdlərə 3-5 mətn təqdim olunur. Bu mətnlərdən ikisi açıq yazılı
cavab tələb edən tapşırıqlardır ki, yenə də burada da 4-cü siniflərdəki kimi şagirdlər mətn içərisindən verilən hər hansı bir məlumatı seçib aşağıda qeyd edəcəklər. Digər bir məsələ isə burada mətnlərin formatı ilə bağlıdır. Burada mətnlər izah edici, təlimatlandırıcı, bədii və informativ mətnlərdən ibarət olacaq. Mətnlərin həcmi ilə bağlı suallara isə belə cavab vermək istərdim ki, 4-cü sinifdə bədii mətnlər ola bilər ki, böyük görünə bilər. Çünki əvvəlki illərdə də mətnlərin həcmi ilə bağlı müəyyən fikirlər səslənirdi. Ancaq nəzərə alsaq ki, bədii mətnlərdə hər hansı bir dialoqlar var və hər hansı bir təsviri vasitələrdən istifadə olunur. Ona görə mətnin həcmi böyük görünə bilər. Amma mətnə dair suallar isə burada konkret olaraq hər birinin müəyyən sayı var. 13-15 sualdan ibarətdir və bu da mətndən kənar çıxmır, yəni tam mətni əhatə eləyir və müəyyən bacarıqlar ölçür. Digər mətnlərə gəldikdə isə burada deyək ki, informativ mətndir, izah edici, təlimat verici, argumentativ mətnlərdir ki, bunların da hər birinə dair 6-cı siniflərdə 3-4 sual olmaqla verilir. Mətnlərin həcmi çox vaxt almayan, çox böyük olmayan, müəyyən bir təlimatlar üzərindən, müəyyən bir məlumatlar üzərindən qoyulan suallardır ki, şagirdlərin bu suallarla müəyyən bacarıqları ölçülür. Səriştə əsaslı monitorinq üçün niyə məhz 4 və 6-cı siniflər seçilib? 4-cü sinif bildiyimiz kimi ibtidai təhsil səviyyəsinin sonuncu sinifidir və ibtidai təhsil səviyyəsində şagirdlərin yiyələndikləri bacarıqları ölçmək üçün, təlim nəticələrini ölçmək üçün məhz 4-cü siniflər müəyyən olunmuşdur və bununla da biz ibtidai təhsil səviyyəsində şagirdlərin nail olduqları bacarıqları ölçürük. Ümumi orta təhsil səviyyəsində isə 6-cı sinifləri seçmək də heç də təsadüfi deyildir. 4-cü sinifi bitirən şagirdlər 2 ildən sonra artıq 6-cı sinifdə onlar yenidən monitorinqə cəlb olunurlar. Monitorinq sualları ölkə üzrə tətbiq edilməzdən öncə hansı üsullarla yoxlanılır və təsdiqlənir? Monitorinqin əsas mərhələsindən öncə sualların hazırlanması uzun bir proses keçir. Belə ki, monitorinq tədqiqat xarakteri daşıdığı üçün bu suallar mütləq sınaq olunmalıdır, sonra əsas mərhələ üçün təqdim olunmalıdır. Sınaq mərhələ nə üçündür? Sınaq mərhələdə biz sualların bütün ölkəni əhatə edən şagird qruplarında, yəni 4-cü sinif və 6-cı siniflər üçün seçilmiş qruplarda müəyyən meyarlar əsasında sualların çətinlik dərəcəsini ayırd etməsini, diskriminasiyasını müəyyən edirik. Suallar təhlil olunur statistik baxımından. Hansı suallar ki, şagirdlərin cavablandırılması üçün, şagirdlərin səriştəni müəyyən etmək üçün, şagirdlərdə şübhə yaradan suallar əsas mərhələyə təqdim olunmur. Hansı sualların ki, təkmilləşməyə ehtiyacı var, həmin suallar təkmilləşdirilir və əsas mərhələdə şagirdlər üçün təqdim olunur. Monitorinq zamanı əzbər bilikdən başqa hansı səriştə və bacarıqlar da ölçülür? 4-cü siniflərdə oxuyub anlama və riyaziyyatda əsasən şagirdlərin müəyyən səriştələri müəyyən olunur ki, burada əsaslandırmadır, nəticə çıxarmadır, faktoloji qavramada sizin vurğuladığınız kimi, amma burada birbaşa əzbərçiliyə yönəlmiş bir faktoloji qavrama deyil. Oxuduğu, anladığı mətndən müəyyən faktları seçib onları qeyd etməkdir. Əlaqələndirmə, şərh etmə bacarıqları əsasən oxuyub anlamada, əsaslandırma, tətbiq etmə və bilmə kimi bacarıqlar isə riyaziyyat fənnində ölçülür. Təbiət fənnində eyni bacarıqlar, riyaziyyatdakı kimi eyni bacarıqlar ölçülür, amma burada birazdan şagirdləri bir növ tədqiqata yönəldən, müəyyən faktları tapıb əlaqələndirən, şagirdlərin burada hansı ehtimalları irəli sürməsi, müəyyən situasiyalarda, real situasiyalarda o problemi necə həll edərlər kimi, yəni bu kimi bacarıqları da müəyyən olunur. Monitorinqlərdə açıq tipli və belə deyək də yazı əsaslı tapşırıqlarının sayının artmasının səbəbi nə idi? Bugünkü gün bilirsiniz ki, şagirdlərimiz əsasən test əsaslı suallara cavab verirlər və məktəbdə də müəllimlər demək olar ki, bütün tapşırıqları, bütün summativləri də bunun əsasında aparırlar. Artıq biz şagirdlərin münasibətini ölçmək, onların bir həll üsulu ilə hansı həll yolunu getdiyini müəyyən etmək üçün monitorinqlərə bu ildən artıq açıq tipli, həlli tələb olunan və həlli tələb olunmayan tapşırıqlar da riyaziyyatda salınmışdır.
sual olunsa ki, həlli tələb olunmayan suallar nə deməkdir? Bu artıq bir neçə ildir. Yəni monitorinqlər ilkin həyata keçiriləndən həlli tələb olunmayan suallar, hansına ki biz açıq tipli kodlaşdırılan suallar deyirik. Şagirdlər açıq verilən sualı oxuyurlar və onun həllini özləri hər hansı bir yerdə qeyd edirlər və ancaq aldıqları yekun cavabı cavab kartında kodlaşdırırlar. Lakin bu ildən isə yenilik ondan ibarətdir ki, həmçinin həlli tələb olunan açıq tipli suallar şagirdlərə təqdim olunacaqdır bu ilkin monitorinqlərdən. Həlli tələb olunan suallarda isə şagirdlərə açıq suallar verilir və burada mütləq şagirdin aşağıda cavab kartında o həlli yerinə yetirməkləri tələb olunur və yaxud müəyyən o həllə necə gəldikləri əsaslandırmaları tələb olunur. Yəni, həlli tələb olunanla həlli tələb olunmayan suallar arasındakı fərq bundan ibarətdir. Açıq tipli və konstruktiv cavab tələb edən tapşırıqlar necə qiymətləndirilir? Deməli, açıq tipli suallar əsasən etalon, əvvəlcədən hazırlanmış etalonlar və müəyyən meyarlar əsasında marker müəllimlər tərəfindən qiymətləndirilir və bu şagirdlərin yazdıqları cavablar da burada nəzərə alınır və biz bu etalonları təkmilləşdiririk. Belə ki, sınaqda şagirdlərin cavablarına uyğun olaraq etalon və bu qiymətləndirmə meyarları təkmilləşdiriləcək və əsas mərhələdə onun əsasında aparılacaqdır. Açıq kodlaşan, yəni həlli tələb olunmayan suallar isə bunun konkret şablonu var. Şagird hansı həll yolundan istifadə etməyərək yekun cavabı cavab kartında kodlaşdırılacaqdır. Ona görə aldığı yekun cavab ona uyğun olaraq, nəticə nədirsə ona uyğun olaraq qiymətləndiriləcək. İlay xanım, bəzi valideynlər deyir ki, bax bu monitorinqlərin keçirilməsi şagirdlərdə imtahan stressini artırır. Siz bu barədə necə düşünürsünüz? Bu stres əsasən valideynlərdən gəlir. Valideynlər şagirdləri sanki daima mühafizə eləməyə çalışırlar. İstəmirlər ki, şagirdlər müəyyən real situasiyalarda necə cavab vermək lazım olduğunu özləri müəyyən eləsinlər. Qərar verməni heç vaxt şagirdlərə buraxmırlar. Ona görə həmişə şagirdlərin yerinə düşünürlər və belə bir şagirdlərdə həyəcan yaradırlar. Mən deyərdim ki, valideynlərə tövsiyəm odur ki, belə bir həyəcana ehtiyac yoxdur. Çünki monitorinqin nəticələri şagirdlərin nəticələrinə heç bir təsir göstərmir. Sadəcə şagirdlər real öz nəticələrini ortaya qoymalıdırlar verdikləri cavablarla. Çünki bu onların bu cavablar əsasında biz ölkədəki ümumi təhsilin vəziyyətini ölçürük. Həm ibtidai təhsildə, həmçinin ümumi orta təhsil səviyyəsində 6-ların nümunəsində biz müəyyən edirik ki, şagirdlərimiz hal-hazırda hardadılar, məzmunda hansı boşluqlarımız var, tədris prosesində hansı boşluqlarımız var, şagirdlərimizin öyrənməsində hansı boşluqlarımız var. Bunları müəyyən etmək üçün monitorinq bizim üçün geniş bir databaz rolunu oynayır. Bizim üçün çox geniş bir diaqnostika rolunu oynayır ki, biz bunun əsasında bunları müəyyən edə bilərik. Lakin valideynlərin bu narahatçılığı bir növ şagirdlərə də təsir edir və lazımsız, belə deyək, həyəcan yaradır şagirdlərdə, həmçinin də eyni həyəcan müəllimlərdə də yaranır. Və son olaraq iyun monitorinqi öncəsi valideynlərə, şagirdlərə mesajınız nə olardı? Hörmətli valideynlər, bu prosesdən heç də həyəcanlanmayın. Bu sizin övladınız haqqında çox dərin bir məlumat bazasıdır ki, siz öz övladınızın hal-hazırda hansı mərhələdə olduğunu biləcəksiniz. Övladlarınızın hansı bacarıqlara, hansı səriştələrə sahib olduğunu siz özünüz müəyyən eləyəcəksiniz. Bu monitorinq prosesi həmçinin sizin övladlarınızda özünə inamı yaradır. Monitorinqdə təqdim olunan suallar övladlarınızın hər zaman düşə biləcəyi situasiyalardan çıxış yolunu tapmaq üçün çox yaxşı imkanlardır ki, bu imkanlardan istifadə etmək lazımdır.